Hər birinizi salamlayıram dostlar. Kanalımıza videomuza xoş gəlmisiniz. Başlığında gördüyünüz kimi bu gün nə edirik? Bu gün nə edəcəyimi heç bilmirəm. A few moments later. Bomba bir videolar seçmişəm. Ramazan ayına özəl. Özüm də orucluyam. Bilmirəm də başıma nə hadisələr gələcək. Yemək ASMR videolarına baxacağıq. Nəysə, baxaq. Çox tələssimə biraz elə bir. Bu arada videoya like atıb kanalımıza abunə olmayı yaddan çıxarmayın. Allah bu arada oruç tutanların orucunu qəbul etsin. Keçdik videoya. Bayaq yayındaydım deyə nəsə biraz gözlərim falan şişib və 2 saat yayında olmuşam bu gün. Oha, ne diyor? Arada yayın açacağam, gəlmək istəyən gələr. Şokolad istəyirəm. Şokolad istəyir. Bəli. Ay qaqa, bu nədir? Şokolata da baxırsan, yolka. Bu nə şokoladdır belə? Çox superdir axı. Kimisə hədiyyə eləmək olar. Hədiyyələri yedi. Bu nədir? Bu çox super olur yəni. Sabun deyə amma nə bilim biraz görünüş qəribə görünə bilər. Üstündən də bir dənə bek glikoza. Ya da koladan falan. Getdi ya da qarışdı aləm bir-birini içərdə. Tantuni ayran değil yavrum. Dönər yiyir bu qaqaşımız. Serdar abi teşekkür ederim. Turşudan sıkılmıştım. Bana bu çıtır biber cipslerini İstiyottu, bu nədir bu? Serdar abi aşağı etiketleyeceğim. Almak ve denemek isterseniz Serdar abiye ulaşın. Tantuni'yi gömelim. Limondur bu. Limon. Sən zam bu nədir? Şey deyə bu. Qurdu bişiriblər. Nə ediblər burada? Limon elə sığır ki dadı ağzımda oynadı deyə qəribə oldu biraz. Qaqaş çox böyük bir günah eləyir də. Burada həqiqətən də az olanlar bu videoya baxmasın, oruç tutanlar. Mən baxıram çünki video çəkirəm. Həm də ki mən belə baxanda doyuram. Estağfurullah. Oy baba, necə də? Böyle bir güzellik yok. Neyinir bu? Od vereceği birazdan. Oyda. Zehir. Qurd yiyir qaqaş. Nəsə heç yəni ürəyim istəmədi də belə. Çörəyinə baxıram belə dönərə oxşayır. Biraz nəfsim çəkir amma ki belə baxanda içində qurd var. İyrənc gəlir mənə. Gör töküldü bütün salatı dönərin. Oyda. Necə belə yiyir rahat. Bu videonu çevirəcəm mən nəysə. Bu şər dişli aldıqca mədəmdə nəsə qəribə şey olur. Mədəm rəqs edir. Ay yavaş yavaş da nə məcburdur ya bax. Nə məcburdur o qədər yeyirsən sən onu. Nə olar ki yavaş yavaş də immeni ASMR video çəkirsən deyə nə yemək challenge nə bilim. O videonu çəkirsən deyə immeni belə yeməlisən. Yavaş yavaş ye ki heç olmasa o içində qurtları falan göstər ki iyrənək biraz. Nəfsimi çəkir həqiqətən. Az qalıb onsuz da saat 3-ün yarısıdır. Axşam saat 7-yə kimi yəni iftar vaxtına, yəni 7-yə yaxındır iftar vaxtı məncə. Keçsək digər video. Bəlkə qaqaş türkdür. Bu səfər lavaşlı dönər yiyir deyəsən. İstiyotu gördünüz. Şeydə. Ay qaqa yanacaqsan ay qaqa. O xırda istiyot kimi yəni yandıran yoxdur da.
Yanıraya qaqaş prosta bildirmir. Bax sifəti qızardı. Oy qoqo. Neyirsən? Bu nədir? Sos nədir o? Heç yaxşı şey oxşamır o. Rəngi qırmızı olsun. O nə rəngdir elə? Ət rəngi. Oy qoqo. Onun içində nə var eləyir o lavaş içində? Lavaşda dönər də. Niş olsun qaqa. Niş olsun. Vay. Sonra qaşıqla falan mədəni formada al, sürt ye yavaş-yavaş. İmmenli belə batırmada da. Özü mikrofon qoyub deyə səsi çox möhkəm, yəni eləyir də. Səsi mikrofon çox daxil eləyir. Yaxından, daha yüksək. Qaqaş gəyirsə var mikrofon falan hamısı getdi. Qulağım batacaq. Qaqaş istiot xəstəsi deyəsən. Bu video neçə dəqiqədir? 3 dəqiqədir qaqaş bunu yeyib qutara bilmir deyəsən. Yoxsa ikincisini də yeyəcək. İkincisini də yer məncə. Bu qaqaş eləsi işi gücü ancaq yeməkdir. Neyse. Over videoya çevirək. Over desən Çin Kore videosudur. Nədir? Çıxıb qabağımı yükləmişəm. Bu yeyir ola. Bu da lavaşlı nəsə yeyir. Xiyar turşusu falan hər şey var qabağında. Bu lap pis yeyir də da. Ağzı falan da batıb. Lap belə yox da qaqa. Əlcəkləri çıxar ye. İndiki əlcəyi taxıb ki, Əlif şeydə bu təmsilkardır. Ağzından bilinir elə təmsilkar olduğu. Nə dad var görəsən onda? Mənə elə lap maraqlı gəldi. Lap əsəblə yeri əzab verir yeməyə. Neyse. Bu şeylədi burada. İğrəncliyi yaratdı biraz. Subway has come out new protein pockets, and each of these pockets have at least 20 grams of protein. I'm trying. Bu da İngiliscə danışır. İngiliscə bilmirəm nə deyir. Buna görə buna cavab verməyəcəm. Nə dediyini, yəni nə dediyim maraqlı deyil. Sadəcə yeməklərə baxıram. 3 dənə lavaş, 4 dənə lavaş var. İçində sasiskadır. Nə də olsan da içində onun. Aha, başladı yeməyə. Qaqa ət də yoxdur. İçində heç olmaz yəni. Pomidordur, xiyardır, nədir? Ət gördüm elə bir. Kalbasa var idi içində deyəsən. Qaqaş keçdi özü 3-cü lavaşı yeməyə. Qaqaş qarışdırma heç olmasa bir-birinə. Biraz ara ver. Bunlar videolar çəkəndə onsuz da ara verir. Çay da içir, özləri için. Çox böyük günah eləyir bunlar. O Azərbaycanlı şokolad yem var ya lap birinci. O lap mədəni formada yerir. Də belə açdı səliqənə, yavaş-yavaş yeyirdi. Bunlar belə niyə eləyir bilmək olmur. Yəni Asmırın da öz şeyi var da. Qaqa cips yedi deyəsən. Qarışdırır arada nə gəldi yeyəcək. Bunun üstündən də bir dənə çayzad içsin hazırdır. Qarışacaq qəşəngdən orada. Doğğa kimi bir şey yaranacaq qarnında. Neyse qaqaş, qutardın daha. Halalsın. Çətin oldu amma öhdəsindən gəldin. Bu bayaqçı qaqaşdır elə. Bu elə ancaq elə maşında zad yemək yeyir deyəsən. Pizza yeyir. O pizza ağzı burnuna bax necə qaldı. Ay sən zən keçirəm bu videonu. Heç xoşuma gəlmədi də yəni bu. Uydo, oy qaqa. Bu nədir? Çiyələr içəydi nədir? Bu nədir? Bu neydi ay qaqa? Dönərlə şirniyyat yedi deyəsən qarışdırdı tökdü aləm. Əllərinə baxın bir dənə. Əllərinə baxın. Qaqa niyə qarışdırırsan ha? Bax niyə qarışdırırsan da ay qaqa? Şirniyyatla çayı qarışdırır deyəsən dönəri. Ay da iğrənc. Əslində belə olmasına baxmayaq amma nə olsa yərəm də.
Elə bir vəziyyətdir bir dəqiqə məndə. O dönərən türk qaqaş var idi ya lavaşda. O hələ də qalıb ağlımda. Bu lap pis yeri. Yəni yeməyin də öz qaydası var da, asmırın da öz qaydası var. Asmır. ASMR. ASMR. Çox uzatdım, çox uzatdım. Söhüyü qutardı. Ancaq bu belə yeyəndirsə niyə görə belə arıqdı bilmirəm. Yaxşıdır qaqa, yaxşıdır. Bazarlısan, yeyə bilirsən. Lap sakit, yüngül bir şeylə, lap bu böyükdür də ağzına sığışmır. Görürsən ki, ağzında boyda atırsan. Yavaş-yavaş ye özün üçün. Ağzını da silmir, heç olmasa yəni. İki əlində də alıb belə balaca uşaqlar kimi. Dad hiss eləmir, promo yeməyə deyə. Oruç tutanlara deyirəm, Allah orucunuzu qəbul etsin. Yenə deyirəm yəni. Həqiqətən də düzdür, adam biraz nəfsi çəkir. Amma ki oruç tutmaq lazımdır yəni. Özümə ilk səfərdə tuturam deyə. Baxdım, nə bilim. İğrənc yerləri də oldu, nə bilim, qurtlu yeri də oldu. Çox da lap elə dəhşət video deyil. Yəni lap elə adamı acıtmır. Onsuz da iftarı da az qaldı da. Təsəlli verim özümə biraz. Videomuzda sadəcə əyləncə məqsədlidir. Məqsədimiz başqa nəsə məqsəd yoxdur mənim videolarımda. Ancaq əyləncə, ancaq özüm belə əylənirəm. Like atırsınız, abunə olursunuz. Bir də ki, yorum yazın ki, mən sevinim. Yorum yazmasa sevinməyəcəm onsuz da. Bunu deyim. Nəysə, sağ olun, sevilirsiniz.